Hörmətli izləyici, biz artıq bu hiylebaz cahilin heç bir elmə və dəlilə söykənməyən bir çox hiyləsini ifşa etmişik. Bugünkü mövzumuzda isə bu sünnə inkarçısının sünnənin günümüzə qədər nəql olunmasında müstəsna rolu olmuş İslam alimi İmam Buxari haqqında yaydığı bəzi şübhələrə aydınlıq gətirəcəyik. Qeyd edək ki, Elşad Miridən öncə ortoqraficilər, şiyələr, mötəzillər bu şübhəni gətirmişdilər. Bütün bu cür şübhələrin cavabları isə əsrlər öncə verilmişdir. Bu videodan sonra əmin olacaqsınız ki, bu insan sünnədən insanları çəkindirmək üçün istənilən hər bir yalana əl atmağa qadirdir. Məsuliyyətsizliyi və cahilliyindən dolayı tutuquşu kimi təkrarladığı plagiat sözlərin doğru olub olmamasının elementar hesablamalara belə zidd olduğunu yoxlamır. Halbuki 5-ci sinif uşağı belə danışıqlarının səhv olmasını rahatlıqla isbat edə bilərdi. Həmçinin bir daha bu insanın ümumiyyətlə şəriət elmlərindən qafil olduğuna əmin olacaqsınız. Gəlin tamaşa edək. 600 min hədisi 5 dəqiqədə öyrəndiyini nəzərə alsaq, ən azından təbii ki, o zaman gəlib hardasa 83 ilə yaxın bir dövr çıxır. Yəni bunun özü belə absurddur. İlk öncə qeyd edək ki, bu cahil 600 min hədisin müxtəlif 600 min mətn olduğunu zənn edir. Halbuki 600 min hədis dedikdə sahabələrdən başlayaraq müxtəlif rəvayətçilərdən ibarət nəql kombinasiyasından, yəni nəql yollarından söhbət gedir. Bu yolların hər biri mühəddislərin terminologiyasında hədis adlanır. Məsələn, bir sahabədən 10 tabiin bir rəvayəti nəql etmişsə, daha sonra həmin rəvayət 10 tabiinin hamısından Buxariyə qədər eyni ravilər zənciri ilə çatdığı halda bu 10 nəql yolu 10 hədis adlanır. Yox, əgər həmin 10 tabiindən müxtəlif kombinasiyalarla ötürülərsə, artıq eyni rəvayət 100-dən artıq nəql yolu ilə İmam Buxariyə çatmış olacaqdır. Bu isə artıq 100 hədis kimi göstərilir. 600 min hədis dedikdə, qat-qat az olan rəvayətlərin yüzlərlə müxtəlif kanallarla nəqlindən söhbət gedir. Ümumən isə bir çox mühəddislərin dediyi kimi, səhihi, zəifi ilə Allahın elçisindən ötürülən rəvayətlərin sayı 30 min ətrafındadır. Üstəlik, bu 30 min hədisdən bir çoxu əksər hallarda bir neçə kəlimə ilə bir-birindən fərqlənir. Yenə də Elşad Miri savadsızlığı ucbatından məsələləri qarışdırmışdır. Bunları bildikdən sonra bilməliyik ki, Buxarinin nəql etdiyi hədislərdə rəvayətçi zəncirindəki ravilərin sayı 4-9 arasındadır. Bir rəvayəti öyrəndikdən sonra isə onu nəql edən 4-9 nəfərin adını əzbərləmək çox da çətin bir şey deyildir. Bu işlə məşğul olan insanlar bunu çox asanlıqla edirlər. Xüsusilə də qeyd edək ki, İmam Buxari Əl-Cəmi Əl-Sahih əsərindən illər öncə 9 cild olan Ət-Tarix Əl-Kəbir, yəni Böyük Tarix adlı bir kitab yazmışdır. Bu kitabda rəvayətçilərin doğulduğu yerlər, tarixlər, kimlərdən dərs aldıqları, kimlərə dərs dedikləri, yaşadıqları və aid olduqları dövrlər və s. məlumatlar öz əksini tapmışdır. Bütün bunlar İmam Buxarinin raviləri hansı dəqiqliklə tanımasının bariz əlamətləridir. Mətni eyni olan rəvayətin yüzlərlə kanalla nəqli əslində bir mətni və 100 müxtəlif kanalı əzbərləməkdən ibarətdir. Bu müxtəlif kanallar isə müxtəlif rəvayətlərdə yüzlərlə təkrarlanır, onu əzbərləmək və yadda saxlamaq daha da asanlaşır. Bunu günümüzdə futbol komandalarının heyətlərini əzbərləməklə müqayisə etsək, görərik ki, 10 yaşında bir uşağın müxtəlif ölkələrin yüzlərlə klubundakı 11 futbolçunun adlarını əzbər bilməsi heç də qəribə deyil. Halbuki bunları əzbərləməyə xüsusi bir cəhd göstərmədən nail olmaq olar. Üstəlik futbolçuların yaşlarını, doğulduqları ölkələri, üz quruluşlarını, sürətlərini, zərbələrinin qüvvətini, hətta ayaq ölçülərinin də adları ilə yanaşı bilinməsi kifayət qədər adi məsələdir. Gəlin indi biraz hesablamalar aparmaqla məsələmizə daha çox aydınlıq gətirək. Bu bir savad alimcığaz bir hədisə 5 dəqiqə ayırmaqla 600 min hədisi gecə-gündüz yatmadan 83 ilə öyrənməyin mümkün olduğunu iddia edir. Qeyd edək ki, rəvayətin mətninin 5 dəqiqə öyrənilməsini qəbul etsək, ravilərin adlarını əzbərləməyə 1-2 dəqiqə kifayət olar. Bu 1-2 dəqiqə də ilk dəfə əzbərləyəndə tələb olunur. Təkrarlanan kombinasiyalar bir neçə saniyədə əzbərlənir. Lakin gəlin bu bisavadın dediyi kimi 600 min müxtəlif mətnin əzbərləndiyini fərz edək.
Əslində 600 min hədis, 600 min müxtəlif mətn demək deyildir. Lakin cədəl xatirinə miriyə güzəşt edirik. 600 min hədisi 5 dəqiqəyə vursaq, bu 3 milyon dəqiqə deməkdir. 3 milyon dəqiqəni isə 60-a bölsək, 50 min saat deməkdir. 50 min saatı 24-ə bölsək, 2083 gün deməkdir. 2083 günü isə 30-a bölsək, 69 ay deməkdir. 69 ayı isə 12-yə bölsək, 5.8 il deməkdir. Bu insan isə 83 il olduğunu söyləyir. 600 min hədisi 5 dəqiqədə öyrəndiyini nəzərə alsaq, ən azından təbii ki, o zaman gəlib hardasa 83 ilə yaxın bir dövr çıxır. Amma təbii ki, insanın 24 saat dayanmadan əzbərləməsi mümkün deyildir. Əgər biz İmam Buxarinin günün cəmi 8 saatını hədis əzbərləməyə həsr etdiyini fərz etsək, hesabladığımız 5.8 ili 3-ə vurmalıyıq. Bu isə cəmi 17 il və bir neçə ay edir. Bu isə kifayət qədər real bir rəqəmdir. Gəlin, biz daha realistik bir hesablama aparaq. Bilindiyi kimi, İmam Buxari hicri tarixi ilə 194-cü ildə doğulmuş, 256-cı ildə vəfat etmişdir. Onun ömrü 62 il olmuşdur. Gördüyümüz qrafikdə İmam Buxarinin ömrünü nisbi olaraq 3 yerə bölmüşük. Onun 11 yaşında hədis elmini öyrənməyə başladığı zikr olunur. Bəzi insanlar isə onun səhih əsərini ömrünün son 20 ilində topladığını söyləmişlər. Hədisləri topladığı mərhələni isə 31 il fərz edək. Halbuki İmam Buxari bu hədislərin hansılarının zəif və səhih olmasını artıq gənc yaşlarında bilirdi. Belə ki, onun ravi zənciri dəyişdirilmiş, 100 hədisi düzgün zəncirlə danışması əhvalatı da buna sübutdur. 31 il hədisləri toplama mərhələsi, 31 ili 365 günə vursaq, bu 11.315 gün alınır. 600 min hədisi isə 11.315 günə bölsək, bu 53 hədis edər. Yəni günə 53 hədis edər. Sıravi elm tələbəsinin 12-14 saat, daha böyük alimlərin isə 15-16 saat elmlə məşğul olduğunu nəzərə alsaq, 3-4 hədis, yəni saata cəmi 3-4 hədis əzbərləmək tələb olunur. Qeyd edək ki, yuxarıda hədislərin nə olduğunu artıq izah etmişdik. Müxtəlif rəvayətlər kimi hesablasaydıq, günə 3-5 müxtəlif mətinli rəvayətlərin əzbərlənməsini nəzərdə tutardıq. Qalan vaxt isə daha az cəhdlərlə hədislərin kanallarını əzbərləməyə sərf olunardı. Bütün bunlar normal hifz qabiliyyəti olan kəslər üçün belə real olduğu halda, bunların qeyri-adi istedada malik bir şəxs tərəfindən öyrənilməsi daha asan və qısa müddətə hasil olar. Qeyd edək ki, bu illər ərzində etibar etdiyi ravilərin siyahısı və təbəqələri əzbər olaraq zehinlərdə oturmalı idi. Son 20 il mərhələsi. Təqribən 7000 hədisi yazmağa gəlincə, günə 8 saat çalışmaqla, hər saata qüsl alaraq təmizləndikdən və yazacağı hədisi analiz etdikdən sonra 2 hədis yazdığını təsəvvür etsək, 1 il ərzində 5800 hədis yazmaq mümkün olardı. 1.5 ildən az bir müddət ərzində 7000 hədisi fiziki olaraq yazmaq tələb olunur. Qalan 19 ili isə 31 il ərzində topladığı səhih saymadığı hədisləri gözücü nəzərdən keçirməklə tərk etməyə kifayət edir. Çünki 9 nəfərdən ibarət zənciri nəzərdən keçirmək, hədisin mətninin doğruluğunu zəiflədəcək və ya şübhə altına salacaq səbəbin olmadığını bilmək, hədisi qüvvətləndirən digər hədislərlə müqayisə etmək, bu hədisləri raviləri ilə əzbərləməyə müqayisədə daha az vaxt almalıdır. 19 ili 365 günə vursaq, bu 6935 gün edir. 593 min hədisi 6935 günə bölsək, bu 85 hədis, yəni günə 85 hədis edir. Gündə səhih olmayan 85 hədisi nəzərdən keçirərək tərk etmək 15 saatlıq çalışma rejimi ilə saata 5 hədisin tərk edilməsi deməkdir. Bu isə həddindən artıq real bir rəqəmdir. Qeyd edək ki, hədis ravilərini əzbərdən tanıyan bir şəxs hədisin zəif olduğunu cəmi bir neçə saniyəyə təyin edə bilər.
Beləliklə, İmam Buxarinin son 20 ildə səhih əsərini yazması kifayət qədər adi cəhd tələb edir. Riyazi olaraq İmam Buxarinin bu hədisləri cəm etməsinə heç bir maneə yoxdur. Onun qeyri-adi qabiliyyətlərini isə bu hesablamalarda heç nəzərə almamışdıq. Bu günləri hər hansısa bir hədisin doğru olmadığını biz qeyd elədiyimiz zaman hədis inkarçısına çevirdiyimizi iddia edirlər. Amma Buxarinin özü əgər 600 min hədisi bilibsə və yaxud da 100 min hədisi bilibsə, onların içindən ancaq 7300-ə yaxın, 7008-ə yaxın, nə bilim 7500 hədisi qəbul eləyibsə, o zaman belə çıxır ki, İmam Buxarinin özü 593 min hədisi inkar edir. Onların səhih olmadığını qəbul edir. Yəni bu zaman İmam Buxarinin özü hədis inkarçısı olmur, amma İmam Buxaridəki hər hansısa bir hədisin doğru olmadığını iddia edən insanlar hədis inkarçısı olur, eləmi? 593 min hədisi tərk edənin niyə hədis inkarçısı olmadığı şübhəsinə gəlincə, səhih olmayan hədislərin inkarına heç bir etiraz ola bilməz. Bu elə İmam Buxari kimi imamların getdiyi yoldur. Sənin kimi sapıqlar isə nəinki hədisləri, hətta ümumiyyətlə sünnə deyilən bir şeyin olmadığını, Allahın öz elçisini Quranı təfsir etməsi üçün göndərmədiyini iddia edirlər. Göyə Allahın elçisinin missiyası 23 ildə ancaq Quranın ləfzini mücərrəd çatdırmaqdan ibarət olmuşdur. Bu isə Quranın özünə və günümüzdə gördüyümüz bütün ibadətlərin keyfiyyətinin kim tərəfindən öyrədildiyini düşünən ağıllara belə ziddir. Hədisləri ümumiyyətlə inkar etməklə, sünnəni, Quranın bəyanını inkar etmək, daha sonra isə Quranı öz ağlına uyğun təfsir etməklə bu ümməti azdırmağa çalışırlar. Biz artıq buna kifayət qədər rədlər vermişik və sünnənin Quranın bəyanı olmasını izah etmişik. Əslində sən və sənin kimilər elə Quran inkarçılarısınız. Siz Quranın zahiri birbaşa mənalarını tərk edərək, sizin dar düşüncənizə uyğun olaraq, ateistlərin qəbul edəcəyi formada təfsir etməyə çalışırsınız. Daha sonra isə bu dar düşüncə ilə təvil edilmiş, mənalara uyğun gəlməyən hər bir hədisi inkar edərək, sünnə anlayışının olmadığını iddia edirsiniz. Sünnə isə Quranın əməl tərəfini bu ümmətə izah edir ki, bunun tərki ilə ümmət əslində Qurana əməl etməyi tərk etmiş olur. Bunun müqabilində zəlilliyə və müsibətlərə düçar olur. Allah sizin kimilərin şərrindən bu ümməti qorusun. Qeyd edək ki, İmam Buxarinin hədisləri seçərək riayət etdiyi əsas şərtlərdən biri də topladığı hədislərin Qurana və şəriətlə zəruri bilinən məsələlərə zidd olmaması idi. İmam Buxarinin həm rəvilərin keyfiyyətləri, həm də mətnin özü ilə bağlı qoyduğu şərtlər günümüzdə bir çox qərb institutlarını, təhqiqatçılarını heyrətə salmışdır. Dəqiq şərtlərə uyğun gəlməyən 593 min hədisin tərki nə bu hədislərin hamısının, nə də sünnənin inkarı deməkdir. Sadəcə bu şərtə müvafiq olmayan hədisləri öz kitabına daxil etməmişdir. Digər mühəddis imamların nisbətən fərqli şərtləri bu hədislərdən bir çoxunun onların kitablarında yer almasını mümkün edir. Çünki bu cahil həqiqətən də sünnənin özü ilə sünnənin bacarılan qədər dəqiq nəqli üçün qoyulmuş hədis elmi arasında fərqi anlamır. Növbəti videolarımızda İmam Buxari ilə bağlı digər şübhələrə, az yaşlı evlilik, möcüzələr və digər şübhələrə cavablarımızı hazırlayacağıq. Bu şübhələrin elə Quranın özünə zidd olmasını hamınız görəcəksiniz. Məsəl var, dəlinin quyuya daş atması çox asandır. Ağıllıların o daşı quyudan çıxarması isə daha çox vaxt alır. Bu dəli isə ağlına gələn daşları atmaqdan usanmır. Sonda isə digər insanların böyük miqyaslı işlərindən bəzi nümunələri də sizlərin nəzərinə çatdırmaq istəyirik ki, bu sapıqların qeyri-adi hesab etdikləri şeylərin tarixdə dəfələrlə təkrar olunmasını biləsiniz. 600 min hədisi cəm etmək çətindir, yoxsa? Enid Blyton 10 bin kitab yazmışdır. Anadan olduğu il 1897, vəfat etdiyi il isə 1968-ci il olmuşdur. Charles Hamilton 1876-1961 Frank Richards kimi tanınır. Həyatında 75 milyon kəlmə toplamışdır.
Ryoki Inoue 6 ildə 999 kitab yazmışdır. Mary Faulkner 1903-1973 904 kitab yazmışdır. 1000 kitabın yazılması isə 600 min rəvayəti toplamaqdan daha mürəkkəbdir. Müsəlman alimlərdən isə aşağıdakı alimlərin cəhdlərinə nəzər yetirək. Şeyxülislam İbn Teymiyyə 1000 kitab yazmışdır. Abdurrahman İbn Ali İbn Cevzi 1000 kitab yazmışdır. Muhammed İbn Əbu Bakır 1000 kitabdan artıq yazmışdır. Abdurrahman As-Suyuti 1194 kitab yazmışdır. Abdülhamid Keşək 2000 kaset və 150 kitab toplamışdır. Yuxarıda qeyd etdiyimiz kimi, İmam Buxarinin etdiyi bu işlər adi oxuma və hifz qabiliyyəti olan şəxslər üçün belə mümkün olduğu halda, ona Allah tərəfindən verilmiş qeyri-adi qabiliyyətlərlə bütün bunlar daha qısa zamanda mümkün olmalı idi. Gəlin, Azərbaycanda yaşayan qeyri-adi qabiliyyəti olan bir uşağın nailiyyətləri fonunda bu məsələni yenidən düşünək. Bir dəqiqəyə 20 min söz oxuyur. Bir kitabı isə 3-4 dəqiqəyə bitirir. Kitabın səhifəsi 191 səhifə, yazanı Branko Çopiç, adı Özümüz zillətdə, xəyalımız cənnətdə. Bu kitabda deyilir ki, mən daim İlya ilə ev məskunlaşmaq istəyirdi ki, artıq məktəbin açılmasına sayılı günlər qalmışdı. 13 yaşlı Vaqifin özü ilə gətirdiyi kitabları əvvəlcədən oxuduğunu zənn edib, biz ona kitab verdik. Uşaq ədəbiyyatından 353 səhifəli Gulliver'in səyahəti əsərini oxumağı tapşırdıq. Gulliver burada qayıqla üzərkən tufan baş verir. Vaqif kitabda yazılanları nəql etsə də, bütün cümlələri oxuyub oxumadığını dəqiqləşdirmək qərarına gəldik. 1714-cü il 15 fevral saat 9. Gulliver 1709-cu ildə kral və bütün dostları ilə sağollaşır. Mütaliəçi iddia edir ki, bir dəqiqə ərzində 20 min söz oxuyur. Nəzərə alsaq ki, bir səhifədə orta hesabla 300-ə yaxın söz var, deməli Vaqif 66 səhifəni bir dəqiqə ərzində oxumalıdır. O isə bu vaxt ərzində 100 səhifə oxudu. Mən bir gün televiziyaya baxırdım və orada bir şou gördüm. Bu şouda uşaq 13 min oxudu. Dünya rekordu 13 mindir. Mən orada dedim ki, mən onu keçəcəm. Vaqifin ailəsi artıq Ginnesin rekordlar kitabına müraciət edib. O özü isə bacarığının sirrini belə izah edir. Əsas göz idmanlarını etmək və göz yaddaşını gücləndirməkdir. Səhifənin tam ortasına baxıb bütün sözləri görə bilirəm. Necə deyərlər, yalan ayaq tutar, amma yeriməz. Özünüzü sapıq mirinin yalanlarından qoruyun.